Salam əziz yoldaşlar, əziz tələbələr, şagirdlər. Bu gün sizlərlə bərabər biz informatikadan ilk bölmənin izahına baxırıq. Bu gün nə öyrənəcəyik? Qısa olaraq qeyd eləmişəm. İnformatika nədir? Tarixi, predmeti, məqsədi nədir? İnformasiya nədir? Verilən informasiya bilik anlayışı, informasiyanın xassələri, informasiyanın formalarını, informasiyanın növləri, informasiya proseslərini. Gəlin başlayaq. Birinci növbədə, əziz hörmətli uşaqlar, biz başa düşməliyik ki, öyrəndiyimiz fənnin adı informatikadır. Yəni biz sizlə öyrənirik nə informatika fənnini. İnformatika fənni elmi adıdır. Yəni fənnimizin adı informatikadır. İnformatika informasiyanın xassələrini, əldə olunmasının, saxlanılmasının, ötürülməsinin, emalının üsul və vasitələrini öyrənən elmdir. Baxın yoldaşlar, baxın uşaqlar. Deməli informatika nədir? Bir elm sahəsidir. İnformasiyanın xassələrini öyrənir. Xassələri ayrıca öyrənəcəyik sizlə. İnformatika informasiyanın xassələrini öyrənir. Əldə olunması. Baxın, əldə olunması qəbuludur. Yəni toplanması, qəbul edilməsi, saxlanılması, ötürülməsi, emalın üsul və vasitələrini öyrənən elmdir. Yəni biz informatikada informasiya öyrənəcəyik, informasiyanın xassələrini öyrənəcəyik, informasiya proseslərini öyrənəcəyik. Yəni bax bu hissədən əldə olunması, yəni toplanması, saxlanması, ötürülməsi, emalın üsul və vasitələri bizim üçün olacaq nə? İnformasiya prosesləri olacaq. Aydındır? Bunlara deyirik informasiya prosesləri. Eyni zamanda, yəni başqa sözlə, informasiya proseslərinin avtomatlaşdırılmasında istifadə olunan kompüter texnikası vasitəsilə və metodlardan bəhs edən tətbiqi elm sahəsidir. İnformatika termini ilk dəfə 1957-ci ildə Alman alimi Karl tərəfindən işlədilmişdi. 1962-ci ildə isə Filip tərəfindən işlədilmişdi. Ümumilikdə biz deyirik ki, informatika elmini ilk dəfə fransızlar elmə gətirib. Fransızlar nə üçün elmə gətirib? Məqsədləri nə olub? Avtomatik olaraq informasiya ilə işləmək üçün. Yəni avtomatik informasiyanın emalı prosesini belə deyək də işləmək üçün istifadə etmişdilər. Hörmətli yoldaşlar və uşaqlar. Ümumilikdə hesab edilir ki, müasir mənada informatika sözü iki sözün birləşməsindən əmələ gəlib. İnformasiya və avtomatika. İnformasiyada infor, avtomatikadan da matika sözləri birləşib bizim üçün əmələ gəlib informatika. Ümumiyyətlə, informatika informasiya ilə avtomatik iş anlamını verir. İngilis dili ölkələrdə informatika əvəzinə computer science, yəni kompüter elmləri də adlandırılır. Yəni informatika əvəzinə computer science sözlərindən istifadə edirik. Yəni növbəti slaydımıza keçək. İnformatika fənninin tədrisin əsas məqsədi və vəzifəsi insanların, baxın yoldaşlar, informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və internetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları ilə tətbiq dairələri ilə tanış olmaq, tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə etmək vərdişi yaratmaqdır. Yəni bir sözlə informatika fənninin əsas məqsədi nədir? İnsanları İKT, informasiya kommunikasiya texnologiyaları, eyni zamanda onların tətbiq dairəsi və texnologiyalardan səmərəli istifadə vərdişini formalaşdırmaqdır. İnformatika elminin predmeti nədir? İnformatika elminin predmeti yadımızda qalsın ki, predmet deyəndə yəni məqsədi nədir? Yəni ən vacib, belə deyək də, mərkəzdə duran anlayışı nədir? İnformasiyadır. Yəni informatika elminin ən vacib anlayışlardan biri informasiyadır. İnformasiya latın mənşəli sözdür. Xəbər, fakt, izah etmək, şərh etmək, mənası olan və təkrarlanmayan məlumatlardır informasiya. Başqa sözlə informasiya dedikdə ətraf aləmdən aldığımız biliklər, kitabdan, qəzetdən aldığımız məlumatlar, televiziyadan, radiodan eşitdiyimiz xəbərlər nəzərdə tutulur. İnformasiya sözü bəzən verilən bilik sözləri ilə də eyniləşdirilir, bir-biri ilə sıx bağlıdır, amma fərqlidir. Baxın yoldaşlar.
Bütün informasiya məlumat sayılır. Bütün informasiya məlumat sayılır. Amma bütün məlumatlar informasiya sayılmır. Əgər məlumatın mənası varsa, o informasiyadır. Əgər məlumatın mənası yoxdursa, informasiya deyil. Bəs nədir? Veriləndir. Bilic nədir? Bilic dərk ediləndir. Baxın, yoldaşlar, bir məsələ deyəcəm sizə. Verilən ümumiyyətlə, belə deyək də, deməli, mənası olmayan, təkrarlanan məlumatlara biz verilənlər deyirik. Qeyd olunub burada da verilənlər üzərində müəyyən əməliyyatlar aparmaq, onları bir-biri ilə tutuşturmaq, eyni və fərqli verilənləri ayırmaq olar. İnsan informasiyanı verilənlərdən alır, təhlil edir, analiz edir və müəyyən qərarlar verir və biz buna deyirik bilik. Ümid edirəm, aydındır. Bilik bizim artıq qayda və prosedurlarda istifadə etdiklərimizdir. Artıq biz ondan bir nəticə çıxarmışıq. Gəlirik informasiyanın xassələri. İnformasiyanın xassələri hansılardır? İnformasiyanın xassələri tamlıq, obyektivlik, aktuallıq, adekvatlıq, etibarlılıq, anlaşıqlıq, aydınlıq, yəni dəqiqlik, faydalılıq və qiymətlilik xassələri mövcuddur. İnformasiyanın xassələrindən birinci baxacağımız məsələ onun tamlıq xassəsidir. İnformasiyanın tamlığı dedikdə, onun bəzi, belə deyək də, məqamlarda bizi maraqlandıran verilənləri özündə cəmləşdirir. Yəni, tam olmalıdır, bütöv olmalıdır. Mənim beynimdə sual yaranmamalıdır. Düşünün ki, əgər mən informasiyanı tam alıramsa, bütöv alıramsa, artıq məndə sual yaranmırsa, miqdarı mənə kifayət edirsə, mən bu informasiyaya tam informasiya deyə bilərəm. Yadımızda qalsın. İnformatikada bir informasiyanın birinci xassəsinə biz tamlıq deyirik. Yarımçıq informasiya haqqında qərar qəbul etmək çətin olur. Yəni, düşünün ki, siz mənə bir, belə deyək də, daha doğrusu mən şagirdə 3 açar vermişəm. Deyirəm ki, sinifin qapısını aç, orada kompüterləri işlək vəziyyətə sal. Uşağın əlində 3 açar var. Mən qeyd etməmişəm hansı açarla açsın. Neynəməlidir? Yenədən yaxınlaşmalıdır mənə, soruşmalıdır və əlbəttə ki, bu informasiyanın tam olmadığından xəbər verir. İnformasiyanın obyektivliyi. Baxın yoldaşlar, bir var subyektiv. Subyektiv nədir? Mənim fikrim. Bəs obyektiv nədir? Mənim fikrim yoxdur burada. Bütün, belə deyək ki, bir qrup insanın, bütün qrup insanın, yəni sinifdə olan hamının fikridir. Məsələn, şəxsi fikirdən asılı olmayan informasiya və yaxud da deyirik ki, şəxsi fikirdən çox az asılı olan informasiyaya biz obyektiv informasiya deyirik. Məsələn, obyektiv informasiyalar əslində belə yadda saxlayın ki, əsasən cihazlar vasitəsilə alınan informasiyadır. Məsələn, deyirəm ki, dünyada ən hündür dağ, ən uzun çay, ən duzlu göl. Məsələn, mən onu bir-bir, belə deyək də, metrə götürüb dağı ölçməmişəm ki, düzdürmü? Mən onu, belə deyək də, cihaz vasitəsilə o informasiyanı əldə etmişəm ki, bu dünyada ən hündür dağdır, ən uzun çaydır, ən duzlu göldür. Aydındırmı? Yəni, obyektiv informasiya bir növ cihazlar vasitəsilə alınan informasiyadır və insanın şəxsi subyektiv fikrindən asılı olmayan informasiyadır. Ümid edirəm aydındır. Gəlir aktuallıq xassəsi, cari zamana uyğun olmasıdır, gündəmdə olan. Məsələn, deyirəm, dünən hava soyuq idi. Yəni, havanın dünən soyuq olması artıq aktuallığını itirmiş bir məsələdir. Deməli, informasiya köhnələ bilərmi? Bəli, informasiya köhnələ bilər. İnformasiyanın adekvatlıq xassəsi. İnformasiyanın işin real obyektiv vəziyyətinə uyğun olma dərəcəsidir. Məqsəd və vəzifələrə uyğunluq dərəcəsidir. İnformasiyanın gəlirik etibarlılıq. Etibarlılıq xassəsi nədir? Ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında alınan informasiyanın üst-üstə düşməsi biz deyirik etibarlı sayıla bilər. İnformasiyanın etibarlılığı müxtəlif mənbələrdən dəqiqləşdirilməlidir. İnformasiyanın aydınlıq, anlaşıqlılıq xassəsi. Baxın, bunu bəzi mənbələr çox yanlış verir. Anlaşıqlıq xassəsi orada belə qeyd olunur, hamının. Xeyr, mənim qarşımda olan insan. Yəni, aydınlıq, anlaşıqlıq nədir? Baxın, mənim əgər bir dostum var, adı Aytəndir, düzdürmü? Mən ona informatikadan kodlar atıram, amma o tarix müəllimidir. Deməli, onun üçün anlaşıqlı olmayacaq da, yəni hamı üçün yox. Yəni, söhbət burada mənim qarşımda duran insandan gedir. Yəni, biz qeyd edirik ki, informasiya alan şəxs tərəfindən başa düşülən olsun. İnformasiyanın dəqiqliyi.
Ola bilsin, bəlkə sözlərindən istifadə olunarsa, informasiya dəqiq sayılır. Bəlkə yağış yağdı, bəlkə heç yağmadı. Bəlkə Nuray bizə gəldi, bəlkə gəlmədi. İnformasiyanın faydalılığı. Onun hər hansı məsələnin həllində faydalı rolu ilə qiymətləndirilir. İnformasiyanın qiymətlilik xassəsi. Alınan yeni informasiyanın həmin anda onu alana verilən problemin həllində lazımı olması deməkdir. Lazımlı. Yəni qiymətlilik nədir? Məsələn, həmin an üçün mənim problemim həll olursa, o informasiya mənim üçün qiymətlidir həmin an üçün. Ümid edirəm, bu da aydındır. Davam edirik. İnformasiyanın xassələri bu qədər. İndi birazdan sual-cavab eləyəcəm. Gəlir informasiyanın formaları. İnformasiyanın iki forması var. Biri analoqdur, biri rəqəmsaldır. Analoq informasiya gördüyümüz, eşitdiyimiz, toxunduğumuz, hiss etdiyimiz bütün informasiyalar analoq informasiyadır. Aha, belə demək olar ki, analoq informasiya canlıdır, təbiətdə baş verir. Duyğu üzvlərimiz vasitəsilə. Bizim neçə duyğu üzvümüz var? Bəli, tamamilə doğrudur. 5 duyğu üzvümüz var. Gözümüz, qulağımız, burnumuz, dilimiz və dərimiz. Deməli, biz əgər duyğu üzvü vasitəsilə informasiya alırıqsa, bu analoq informasiyadır. Kağız üzərində əks olunan mətn və yaxud da şəkillər, mikrofondan daxil olan siqnallar analoq tipli informasiyadır. Yadınızda qalsın. Analoq informasiya kəsilməzdir. Məsələn, eyni mühitdə isə biz bir-birimizə sözümüzü sona qədər deyirik. Eyni zamanda analoq informasiya onluq say sistemi ilə işləyir. Yəni ümumilikdə biz götürürük ki, bizim neçə rəqəmimiz var? 10 rəqəmimiz var. 0-dan 9-a qədər. Yəni bu gün biz bütün ədədlərimiz həmin o 10 rəqəm üzərindən qurulub. Rəqəmsal informasiya nədir? Deməli, qeyd etdiyimiz kimi informasiyanın iki forması var. Analoq haqqında məncə yetərincə bildik. Keçirik indi rəqəmsal informasiya. Rəqəmsal informasiya nədir? Kompüterdə baş verir. Yəni artıq orada qurğuda baş verən informasiyaya biz deyirik rəqəmsal. Artıq orada biz ikilik say sistemindən danışırıq. İkilik say sistemində sıfırlar və birlər şəklində emaldan danışırıq. Emal prosesorda baş verir. Daha dəqiq desək, prosesorun üzərində olan sarı oyuqlarda baş verir. Yəni registr yaddaşda baş verir. Kompüterdə əks olunan mətn şəkili, eşidilən səslər, müşahidə edilən hərəkətlər hamısı rəqəmsal tipli informasiyaya aiddir. Rəqəmsal informasiya diskritdir, yəni kəsilən informasiyadır. Əgər informasiya kəsilirsə, nə deməkdir bu kəsilir? Düşünün ki, bir videodur. Mən videoya baxıram, istənilən anda onu kəsə bilirəm, saxlaya bilirəm və daha sonra gəlib daha davam edə bilirəm, baxa bilirəm. Aydındır, istədiyim vaxtı mən onu dayandıra bilirəm. Biz buna deyirik kəsilən informasiya. İnformasiyanın növləri. Duyğu üzvlərimiz 5 dənədir. Duyğu üzvlərindən alınan informasiyaya biz informasiyanın növləri deyirik. Duyğu üzvlərimiz hansılardır? Gözümüz, qulağımız, burnumuz, dilimiz və dərimiz. İndi baxın, informasiya növləri necə olacaq? Göz vasitəsilə vizual informasiya, qulaq vasitəsilə audial informasiya, dəri vasitəsilə taktil informasiya, dil vasitəsilə dad informasiyası, burun vasitəsilə qoxu informasiyası. Ümumilikdə uşaqlar yadınızda qalsın ki, ən çox biz 90%, 80% gözümüz vasitəsilə informasiyanı qəbul edə bilirik. Yəni burada Allaha bir şükürləmək lazım ki, biz həqiqətən də dünya işığını görə bilirik və informasiyaları gözümüz vasitəsilə qəbul edə bilirik. 90% az bir məsələ deyil. Yerdə qalan 10%-in 9%-i qulağımızın payına düşür. Yəni biz audial şəkildə, səs şəklində 9% qəbul edirik. Ekranda görürsünüz, taktil, yəni dəri, dad və qoxu. Burada isə 1% qeyd etmək lazımdır. Digər 1% isə biz bəzən də hiss etmək. Məsələn, deyir, hiss edir, deyir, sabah yağış yağacaq. Necə hiss etdi onu? Və yaxud da tutaq ki, çölə çıxıram, deyirəm ki, hava çox istidir. Havaya toxunmadım. Amma mən onu hiss etdim ki, havanın isti olması mən neynədim? Əlbəttə ki, hiss etdim. Davam edirik. Gəlin davam edək. Gəlin davam edək, uşaqlar. İnformasiya prosesləri. İnformasiya üzərində baş verən dəyişikliklərə biz informasiya prosesləri deyirik. İnformasiya prosesləri hansılardır? Ümumiyyətlə, informasiya prosesləri dedikdə birinci növbədə qəbul etmək. Yəni, mən informasiyanı toplayıram. İkinci növbədə topladığımı saxlayıram. Saxladığımı emal edirəm. Emal etmək, safçürük eləmək, el arasında desək və nəhayətində ötürürəm və ya istifadə edirəm.
Birinci növbədə gəlin görək informasiyanın toplanması nədir? Öyrəniləcək obyekt haqqında insana lazım olan məlumatların alınmasıdır. Yəni mən bunu öyrənəcəmsə informasiya toplamalıyam birinci növbədə. Biz informasiyanı müxtəlif mənbələrdən toplaya bilərik. Yəni mənim tələbələrim var, telefonu yoxdur. Yəni təkcə internetdənmi informasiya toplayırıq? Xeyr. Biz müəllimdən, kitabdan, anamızdan, bacımızdan, dostlarımızdan, söhbətdən biz informasiya toplaya bilirik. Hal-hazırda daha çox avtomatlaşdırılmış axtarış üsulları geniş yayılmışdır ki, bu da qurğuların köməyi ilə baş verir. Topladığımız informasiyanı saxlayırıq. Yoldaşlar, yadınızda qalsın ki, ən mükəmməl vasitə, informasiyanı saxlamaq üçün ən mükəmməl vasitə insan beynidir. Ən mükəmməl vasitə nədir? İnsan beynidir. Bax, bu bizim yadımızda mütləq qalmalıdır. Çünki insan beyni ən mükəmməl vasitəmizdir. Düzdür, bizim yediyimiz qidalar, aldığımız şüalar buna imkan vermir. Gün ərzində insan 3000-ə yaxın informasiyanı toplaya bilər, saxlaya bilər. Beynində topladıqdan sonra saxlaya bilər. Amma biz çox təəssüf ki, yenə də deyirəm, saxlaya bilmirik. Bəs ən geniş yayılmış vasitə nədir? Kağızdır. Kağız belə deyək də eradan əvvəl 2-ci əsrdə Çində ixtira olunub, bu gün də ən geniş yayılmış vasitələrdən biridir. Amma biz bu gün müasir dövrdə 21-ci əsrdə saxlamaq üçün qurğulardan danışsaq, xarici yaddaş qurğularını misal göstərə bilərik. İlk əvvəllər, onu da qeyd edim, burada da qeyd eləmişəm. Qaya üzərində yazılar, Qobustan qaya daşlarında insanlar, qədim insanlar saxlamışdılar. Papirusda, dərilərdə saxlamışdılar. Amma hal-hazırda biz kompakt diskdə, flash yaddaş, flash kartda, SSD-lərdə, hard disklərdə saxlayırıq. CD-lər, DVD-lərdə və müasir olaraq bulut texnologiyasından, bulut saxlayıcısından istifadə edirik. İnformasiya proseslərindən gəlirik emala. Emal nədir? İnformasiya üzərində müəyyən dəyişikliyin aparılması emaldır. Məsələn, musiqilərə əlavə səs tonlarının artırılması, şəkillərin formasının rənginin dəyişdirilməsi, mətnin redaksiyası, mətnin formatlaşması. Ümumiyyətlə, emal dedikdə mən o informasiya üzərində dəyişiklik edirəm. Emalın 4 mühüm növü var. Bunu mütləq sizdən soruşacağım uşaqlar. Bax, bunu mütləq öyrənin. Yeni informasiyanın yaradılması. Yeni informasiyanın yaradılması nədir? Baxın, mənim əlimdə bir informasiya var. Artıq məndə, baxın, yeni informasiyanın yaradılması, mənim əlimdə artıq informasiya var. Mən ondan yeni informasiya alıram. Məsələn, əlimdə S var, A var, B var. Mən məsələni həll edirəm. Şahmatçının növbəti gedişi təyin etməsi. Artıq burada mən yeni informasiya alıram. Aydındırmı? Və yaxud da müstəntiqin dəlillər əsasında cinayətkarı müəyyən etməsi. Dəlillərim var, mən elə bil ki, puzzle doldururam. Alimin tədqiqat aparması. Bunlar hamısı bizdə yeni informasiyanın yaradılmasıdır. İnformasiya proseslərindən gəlirik kodlaşdırma və modelləşdirmə. Bax, burada dayanırıq. Niyə dayanırıq? İndi izah eləyəcəm. Ümumiyyətlə, yoldaşlar, kodlaşdırma nədir? Kodlaşdırma nədir? Dekodlaşdırma nədir? Kod nədir? Baxın, kodlaşdırma deyəndə bu zaman məzmun dəyişmir. Dəyişən ancaq formasıdır. Yəni, informasiya məzmunu dəyişmədən sadəcə təqdim olunma, təqdim etmə forması dəyişirsə, bu kodlaşdırmadır. Həmin o kodlaşdırmada istifadə olunan şərti işarələrə biz kod deyirik. Bəs dekodlaşdırma nədir? Dekodlaşdırma kodu açmaq, ilkin vəziyyətə qayıtmaqdır. Kodu açırsan və ilkin vəziyyətə qayıdırsansa, əvvəlki vəziyyətə qayıdırsansa, biz buna nə deyirik yoldaşlar? Dekodlaşdırma deyirik. Bir dəqiqə kompüteri taxacam. Məsələn, burada da qeyd etmişəm, mətnin tərcümə edilməsi. Düşünün ki, bizim mətnimiz Azərbaycan dilindədir, Məlik Məmməd nağılı. Mən onu dostuma göndərilmək üçün rus dilinə perevod edib göndərirəm. Düzdürmü? Artıq orada Məlik Məmməd, Gül Məmməd olmur da, hadisə dəyişmir. Onun təqdim olunma forması dəyişir. Kompüter proqramlarının işə salınması, mətnin cədvələ çevrilməsi, cədvəlin qrafa çevrilməsi, verilmiş mətnin kriptoqrafik algoritmlərlə şifrələnməsi bizim üçün informasiya proseslərindən kodlaşdırmaya aid misallardır. İnformasiya proseslərindən gəlirik üçüncüsünə, axtarış. Nədir axtarış? Əlbəttə ki, burada xüsusi açar sözlərdən və qaydalardan istifadə etməklə axtarmaq olar, nümunə gətirmək olar. Məsələn, bizim üçün birinci növbədə proqram olmalıdır. Axtarış sisteminin ən vacib hissəsi proqramın olmasıdır, brauzerin olmasıdır. Və təkcə biz internetdə axtarmırıq. Eyni zamanda biz müxtəlif kateqoriyalarda, kitabxanalarda axtarışlar apara bilərik. Çeşidləmə, süzgəcləmə, qruplaşdırma. Bilirsiniz bu nədir? Məsələn, düşünün ki,
belə deyək də, alma var, bir ton. Siz o almaları saf çürük etməlisiniz. Böyükləri bir, kiçikləri bir, çürükləri bir. Bax, bu çeşidləmədir. Bir sözlə A-dan Z-yə, Z-dən A-ya düzülüşdür. Sortlama deyirik proqramlaşdırma dilində. Bax, o bizim üçün çeşidləmə, süzgəcləmə və qruplaşdırma adlanır. Emalın nəhayət ki, informasiya proseslərin, emalın mərhələlərini bitirdik. Emalın neçə mərhələsi oldu? 4 mərhələsi oldu. Yeni informasiya yaradıram, informasiyanı axtarıram, kodlaşdırıram və çeşidləyirəm. Gəlir informasiya proseslərindən dördüncüsünə. İnformasiya proseslərindən birincisi nədir? Bəli, toplamaq, yəni qəbul etmək. Topladıqdan sonra bəli, saxladıq. Saxladıqdan sonra emal etdik. Və nəhayətində informasiyanın ötürülməsindən danışırıq. İnformasiyanın ötürülməsi toplanmış informasiyanın emal olunması üçün və ya emal olunmuş informasiyanın istifadəçilərə çatdırılması, qısa məsafəli ötürülmələrdə biz kabellər və digər simsiz ötürmə vasitələrindən, uzaq məsafəli ötürülmələrdə isə rabitə kanallarından istifadə olunur. Yəni siqnallardan istifadə olunur. Ardıcıllığımız necədir? Ötürmə ardıcıllığımız bəli birinci mənbə olur, kodlaşdırıcı qurğu olur, rabitə kanalı olur, dekodlaşdırıcı qurğu olur, informasiyanı qəbul edicisi olur nəhayətində. Bu da bizim üçün olur informasiya prosesləri. Ardıcıllığı mütləq bilməlisiniz. Aha, baxın, burada sizin üçün nümunə test tapşırıqları qoymuşam. Deməli, sualın axırında bunları qəşəng-qəşəng özünüz üçün işləyəcəksiniz. Qrupa bunların cavablarını atacaqsınız olduğunuz qruplarda. Biz bunları birlikdə müzakirə edəcəyik sizlə bərabər ki, inanıram burada heç kəsin səhvi çıxmayacaq. Çünki ilk bölmə artıq mən sizə belə deyək də bunları keçmişəm. Burada hətta izahlarını da vermişəm bəzilərin ki, sizin üçün çətin olmasın. Məqsədim sizi çətinliyə salmaq deyil bu isti yay günlərində. Məqsədim sizin nəyəsə nail olmağınızdır, öyrənməyinizdir. Baxın, burada həllərini də qısa olaraq yerləşdirmişəm. Başa düşməsə əgər mütləq şəkildə, belə deyək ki, mütləq şəkildə qrupa atırsınız. Bu qədər uşaqlar, birinci hissəmizdən bu qədər. Dərsin izahı budur. Mən sizə deməli atacağım. Bunların hər birini siz də özünüz üçün mütləq qeydiyyat aparacaqsınız. Bir də orada demədiyim bəzi hissələr oldu. Gəlin, onları da sizin üçün burada lövhədə qeyd edək. Məsələn, bir dəqiqə qələmimizi aktivləşdirək. Aha. Qeyd edirik. İnformasiyanın təqdim olunma formaları. Qeyd edirəm buradan. İnformasiyanın təqdim olunma formaları. İnformasiyanın təqdim olunma formaları hansılardır? Məsələn, mən informasiyanı mətn şəklində təqdim edə bilərəm, ədəd şəklində təqdim edə bilərəm, qrafik şəkildə təqdim edə bilərəm, səs şəklində təqdim edə bilərəm, video şəklində təqdim edə bilərəm, multimedia, yəni bir neçəsinin qarşılığı şəklində təqdim edə bilərəm. İnformasiyanın təqdim olunma formaları biz sizinlə 3-cü dərsdə hər birinə aid ayrı-ayrılıqda düsturları öyrənmişik, öyrənəcəyik əlbəttə ki. Və o düsturlar əsasında da biz testlər işləyəcəyik. Deməli, siz nə öyrəndiniz bugünkü dərsimizdə? Bugünkü dərsimizdə siz nə öyrəndiniz? Ümumilikdə öyrəndiklərinizi özünüz üçün mütləq qeydiyyat aparın. Çünki bu dərsləri belə deyək də mütləq qeydiyyat almalısınız ki, digər dərslərdə sizin üçün çətinlik olmasın. Belə uşaqlar, bu bizim ilk dərsimizdir. Mən burada dərsin izahını saxlayıram. Bu arada qeyd edim ki, əgər ki siz din vəsaitdən 2022-ci ildir, düzdür. Amma əlimizdə olan vəsait budur. Yəqin ki, bu il yeni, belə deyək ki, kitab əldə edərik, yeni kitab çıxar. Amma bizim din nədir? Dövlət İmtahan Mərkəzidir. Yəni, orada yazılan, orada qeyd olunan bizim üçün önəmlidir, düzdür. Əlbəttə, mən video izahlarıma da baxmalısınız, amma mütləq şəkildə. Mən sizə evə nə vermişəm? Birinci bölmə vermişəm, düzdürmü? Birinci bölməni gəlib bu hissədən də oxuyursunuz. İnformasiya prosesləri. Baxın, nə qədər danışdığım məlumatlar varsa, hamısı buradadır. Ev tapşırığınız olacaq, burada olan testlər. Burada ümumiləşdirici testlər var. Mən onların da izahını inşallah ki, sizin üçün çəkib paylaşacağım. Önəmli testlərdirmi? İnsan üçün sadə gələ bilər, əlbəttə ki, önəmlidir. Bu qədər uşaqlar, özünüzdən müğayət olun, Allaha əmanət olun. İnşallah növbəti dərsimizdə görüşərik. Hələlik.